Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Bu günləri Allahın izniyle, gücü ve kuvvetiyle olduqca mühim olan bir mesele hakkında danışmaq istəyirəm, xatırlatmaq istəyirəm hem özümə, hem de sizlere. Uca Allah subhanahu ve teala xatırlatma hususunda buyurur ki: وَذَكِّرْ فَاِنَّ الذِّكْرَى تَنْفَعُ الْمُؤْمِنِينَ. Sen hatırlat, çünkü hatırlatmak müminlere fayda verir. Allah'tan dilerim ki Allah subhanahu ve teala danışmak istediğim, hatırlatmak istediğim bu mevzunu hem özüm için hem de sizler için faydalı etsin. Mevzu hakikaten o kadar mühimdir ki subhanallah. Derdim ki yiyeceğimiz yemeklerden, içeceğimiz içmeklerden daha da mühim olan mevzulardandır. Mevzunun ünvanı gizlinde olan günahlar ve onun mualicesi hakkında olacak. Birincisi, baxaq görək ki gizlide olan günahlar hakkında öğrenək. Sonra da onun inşallah ki mualicesini öğrenəcəyik ki hatta bu mualice ile özlerimizi, kalplerimizi mualice edək. Hakikaten subhanallah, birden kimse sual verebilir ki bu hastalıktır ki gizliliğinde edilen günahlar? Bəli. İnsanın Allah'la tekbetek kaldıkta ettiği günahlar hastalıktır. Bunun için mütləq ki kalpler mualice olunmalıdır. Birbaşa bu meselenin kalblə əlaqəsi var. Necə ki eşidəcəksiniz Allah'ın köməkliyi ilə. Karşıma bir məqalə keçib bir neçə gün bundan önce, hakikaten o kadar təsirli bir məqalədir ki subhanallah. Oxuduqca oxumaq istəyir adam bunu. Öyrəndikcə, baxdıqca baxmaq istəyir ki həddindən artıq təsirli bir məqalədir. Günahla təkbətək qaldıqda, yani mövzumuz neydi? Təklikdə olan günahlar. Xəlvətdə olduqda, səni heç kəs görmədikdə, hansısa bir günah etmək istədikdə, xatırla ki, həmin günahdan dadacağın ani, fani, həzz, ləzzət yox olub gedəcəkdir. Yerdə qalan isə onun, yəni həmin o günahın acısı özü ilə gətirdiyi bədbəxtçilik qalacaqdır. Buranı yaşamaq lazım. Bu məqaləni həqiqətən yaşamaq lazım. İnsan təklikdə qalır Rəbbi ilə subhanahu teala, hər hansı bir günahla üzləşir, fikirləşməlidir ki Rəbbim olan Allah subhanahu teala mənə nəzarət edir. İnnallaha kana aleykum raqibə. Allah subhanahu teala buyurur ki Allah sizin üzərinizdə nəzarətçidir. Quran-ı Kərimə baxanda ve həmçinin Muhammedin sallallahu aleyhi ve sellemin sünnəsinə nəzər salanda çoxlu ayetlerle, çoxlu hadislerle rastlaşırıq. Allah subhanahu teala buyurur ki أَوَلَا يَعْلَمُونَ أَنَّ اللّٰهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ. Onlar elə zənnedirlər ki gizlidə saxladıkları ve aşkara çıxardıkları günahlardan, sözlerden, əməllərdən Allah'ın xəbəri yoxdur. Ələm ya'lem bi ennallaha yara. Başka bir ayette Allah subhanahu teala buyurur ki o bilmir mi ki Allah onu görür. Yestahfune minen nasi ve la yestahfune minallah. Subhanallah. İnsanlardan çekinirler, utanırlar, lakin Allah'tan utanmırlar, çekinmirlər. Ve huve ma'ahum. Bura fikir verin. Hansı ki Allah onlarla beraberdir. İnsanlar olabilsin ki her hansı bir insanla bir müddet olabilir. Her hansı bir məqamlarda, her hansı bir məclislərdə. Lakin bizimle həmişə olan Allah'dır. Həsən-ül Basri rahimehullah'a sual verirlər. Həsən-ül Basri böyük alimlerden idi. Fikir verin, barakallahu fikum əziz qardaşlar. Bazı alimler tek elimleriyle tanılıb insanlar arasında. Elə alimler olub ki onlar ancaq nədir? Elm sahibləri olublar ve bu elimleriyle tanılıblar. Lakin bir grup alimler var ki, deyək ki Əhməd ibn Həmbəl kimi, Sufyan Savri kimi, Həsən-ül Basri kimi
Abdullah ibn Mübarək kimi rahimehumullahu cemiyan, Allah hamısına rəhmət etsin. Bunlar həm elmləri ilə, həm də zuhudları ilə, yəni zahidlikləri ilə tanınıblar. Elmlə zahidliyi cəm etmişdilər. Həsən el-Basri də onlardan biriydi. Həsən el-Basri yeri gəlmişkən Muhammed ibn Sirin ilə Həsən el-Basri Ali ibn Abu Talibin radiyallahu anh'ın tələbələrindən idi. Böyük dağ alimlərdən idi. Həsən el-Basri'yə sual verirlər ki, nə səbəb oldu ki, sən gəlib bu səviyyə çatdın? Cavabında buyurur ki, bu ayətlər. Ələm ya'lem bi ennəllaha yara. O bilmirmi ki, Allah onu görür? Yəstəxfuna minən nəsi və la yəstəxfuna minən nəs və la yəstəxfuna ma'allah. Və huve ma'ahum. İnsanlardan çəkinirlər, insanlardan utanırlar. Allahdan isə çəkinmirlər, utanmırlar. Halbuki Allah onlarla. Bizim bu günləri ən çox Allahdan utanmalı və Allahdan çəkinməli halımız olmalıdır. Nəinki insanlardan. Sonra barakallahu fikum, həddindən artıq mühüm olan və dəqiq olan bir məsələ var. Bizlərdən hər hansı birimiz günah edəndə insanlar arasında, aşkarda, atalarımızın yanında, analarımızın yanında, zövcələrimizin yanında, evlatlarımızın yanında, qardaşlarımızın yanında, din qardaşlarımızın. Fikir verin bura, bu məsələ olduqca mühümdür. Barakallahu fikum. O günahı insanlara görə tərk ediriksə, yəni bu günahın haramlığına görə tərk etmiriksə, bu təhlükəli haldır. Fikir verin, hər hansı bir günahdır. Əhməd qardaş, Muhammed qardaş məni görür deyənə bunu tərk edeyim. Bu hal təhlükəli haldır, Allah qorusun. Bu cür olanda sən o günahın Allah haram etdiyini anlamırsın. Yəni Allah Rəbbim mənə haram edib deyənə çəkinmirsən o günahdan. Əhməd mənə baxır deyənə, Allah qorusun, bu təhlükəli haldır. Bu məsələyə fikir vermək lazım, subhanallah. Sonra bilmək lazımdır ki, aşkarda edilən o günahlar hansı ki insanlar arasında o günahlardan çəkiniriksə, bilmək lazımdır ki, aşkarda da Allah izləyir, gizlidə də Allah izləyir, subhanahu teala. O haram həm aşkarda həm də gizlidə günahdır, haramdır. Və la havle və la quvvətə illə billah. Məqaləyə dönürəm. Günahla təkbətək qaldıqda, xəlvətdə olduqda, səni heç kim görmədikdə, hansısa bir günah etmək istədikdə, xatırla ki, həmin günahdan dadacağın ani bir neçə saniyə ola bilər ki. Ola bilsin 1 dəqiqə, ola bilsin 10 dəqiqə, ola bilsin 1 gün, ola bilsin hər hansı bir işə nail olana kimi, hər hansı bir əmələ nail olana kimi, Allah qorusun. Bu günah bitdikdən sonra, o ləzzət aradan getdikdən sonra onun acısı qalır, özü gedir. Özü ilə gətirdiyi bədbəxtçilik qalır. Vallahi. Yəni, subhanallah, insan, Allah bizim qəlblərimizi qorusun. Allah bizi sabit eləsin, subhanahu teala. Dərsin önündə dediyim kimi, bu məsələnin birbaşa qəlblə əlaqəsi var. Yəni, insan o vəziyyətə gəlib çatıb ki, nəsəlullah səlamətə və afiyyə. Allahdan salamatçılıq, afiyyət dilərik. Yəni, insan rahat şəkildə günah edir. Bu bilsin nə deməkdir? Buna lisanul hal deyirlər ərəb dilində. Halının dili. O deməkdir ki, kiməsə sual versək burada olan qardaşlardan və digər insanlara, digər müsəlmanlara, sən bunu demək istəyirsən? O bəlkə deyir, yox, həşə lillah, Allah eləməsin, mən bunu eləmək istəmirəm. Amma halının dili, halımızın dili onu bildirir ki, günah etdikdə, təklikdə olanda, Allahı fikirləşmədikdə, bu bilsin nə deməkdir? Yəni, Allah məni görmür. Mörtəzə açırsan, yazırsan ki, Allah məni görmür, Allah qorusun. Sonra mörtəzəni bağlısın. Bu hal təhlükəli haldır. Vallahi bu hal təhlükəli haldır. Bunun inşallah ki, ilacı haqqında gələcək bundan sonra. Allahın izni ilə. Günah, təhlükəli olan günah özü ilə acı və bədbəxtçilik gətirir. Belə deyək də, bir insan günah edir, təklikdə olanda o günah bitir. Sonra insanın qəlbinə, subhanallah, şiddətli şəkildə bir acı, belə sıxıntı gəlir. Ola bilsin ki, bu cünə danışanda sizlərdən biriniz və yaxud dərsi dinləyənlərdən kimsə və yaxud biz də alimlərin kitablarını oxuyanda, sizlər də alimlərin kitabını oxuyanda baxırsan ki, bəzi alimlər günahlardan o qədər danışırlar ki, subhanallah, günahların incəliklərindən. Bəlkə də bizlərdən birimiz fikirləşirik ki, bu insan nə qədər günah eləyir, subhanallah. Bütün məsələlərdən xəbəri var. Bütün xırdalıqlardan, incəliklərdən xəbəri var. Xeyr, o insan elə deyil.
O alim elə deyil. Sadəcə olaraq Allah subhanahu wa ta'ala kitabında xəbər verir. Muhammedin sallallahu aleyhi ve sellemin sünnəsində xəbər verilib ki, baxın bu günahlar səbəb olur. Bu günahlar nədir? Səbəb olur. Məqaləni davam edəcəyik. Yadıma bir şey düşdü, subhanallah. İnsan günah eləyəndə, xüsusən də təklikdə olan o günahlar, vallahi acı bunun təsiri olur. O bədbəxtçilik Allah korusun. Baxın, bütün müsəlmanların, bütün insanların, nəinki müsəlmanların tək olan Allah'a ihtiyacı var, subhanahu wa ta'ala. İstənilən insan kim olursa olsun yer üzündə hamının sıxıntısı olur, belə deyil mi? Hər bir insanın Allah'a ihtiyacı var. İnsan təklikdə olanda günah eləyir. Sonradan ona elə bir məqam gəlir satır ki, özür istəyirəm. O insanın ehtiyacı olur köməyə. O insanın köməyə ehtiyacı olur. Allah subhanahu wa ta'ala o insanı köməksiz bırakır həmin anda. Fikir verin, məsələ biraz ciddi məsələdir. Nəyi demək istəyirəm? Bir vaxtlar sən Allah subhanahu wa ta'ala'nı Firavun vaxtında günah etdikdə Allahı görməzə vurdun. Sanki Allah səni görməyən kimi bu əməli etdin. Sonra da sənin hər hansı bir məsələyə ehtiyacın var. Allah subhanahu wa ta'ala səni başlı başına bırak. Bu Allah'tan zulüm değil. Allah insanlara karşı zulümkar değil subhanahu wa ta'ala. Sadece o əməlinin müqabilində. Əməlinin müqabilində. Sonra da fikirləşsən ki, subhanallah, niyə görə mənə yardım gəlmir? Axı sən Firavun vaxtında elə günahlar edirdin ki, Allah korusun. Allahı görməzə vururdu. Allah subhanahu wa ta'ala bizləri bağışlasın, ıslah eləsin. Baxın, etdiyin o günah başka bir günaha kapatır. İnsan günah edir. Belə bir misal var ərəblərdə. Deyirlər ki, el-həsənətu ləhə əxavatun. Yaxşılıqların misli var. Onu çəkən, onu dəstəkləyən bir məsələlər var. Eyni ilə də pisliklərin. Yaxşı işləri çəkir gətirir. Pis işlər, Allah korusun, nədir? Pisliklər gətirir. İnsan müzarrad olarak günah edirsə, sonra bundan sonra nədir? Günahlara, başka günahlara kapatır. Allah korusun. Ettiğin o günahlar səndən nemətlərin getməsinə səbəb olacaq. Ettiğin o günahlar birinci, səbəb olur ki, başka günahlar edəsən, başka günahlara kapatılır. İkinci nədir? Səndən nemətlərin getməsinə səbəb olur. Üçüncüsü, həmin o günahlar sənin Rəbbinin dərgahındakı hörmətini salacaq. İnsan Allah qatında hörmətdən düşür. Bu cür nə olmur, subhanallah. Fikir verin, mücərrad olaraq insan Allah qatında hörmətdən düşən kimi arxasında gələn mərhələyə fikir verin. Etdiyin o günahlar sənin insanların qəlbində olan sevgini azaldacaq. Hətta insanların o günahlardan xəbərləri olmasa belə. Fikir verin, subhanallah. İnsan günah eləyir, hər hansı bir günah. Baxın, dünənləri salih bir iş görüb bir insan, salih bir iş görüb. Bu işin müqabilində Allah subhanahu teala başka insanların qəlbində onun məhəbbətini yaradır. Mücərrad olaraq, dünəndən bugün arasında fərq bir gün. Bu günləri Allahı qəzəbləndirən bir iş görüb. Allah subhanahu teala insanların qəlbindən o sevgini götürür. Fikir verirsiniz? Yani mücərrad olaraq sən Allahı qəzəbləndirən kimi, Allahla təklikdə qaldıqda, günahlardan çəkinməyən kimi Allah da səni insanların gözündən salır. Hətta o insanlar o günahdan xəbər olmasa belə. Axı sən təklikdə olanda tək eləyirsən o günahla, elə deyil mi? Sənlə olan həmişə kimdir? Allah subhanahu teala. Allah. Sonra dedik ki, barakallahu fikum, günahlar və bir də nədir? Onun müalicəsi. Müalicəsi haqqında 5 dənə məsələni inşallah ki sayacağıq. Çalışaq bunları yazaq. Kimdə ruska vərəq varsa nə yaxşı, yoxsa telefonlara qeyd eləyək, barakallahu fikum.
Bizlərdən hər hansı birimiz görsək ki, bu hal bizdə baş verib, yəni biz günah edirik, təklikdə qalanda, xüsusən də, baxın bu telefonlar var. Xüsusən bu telefonlar, subhanallah. Elə bəla olub ki, bu Allah qorusun. İllə mən rahimə Rabbi. Rəbbimin rəhm etdiyi qullar istisnadır. Bütün ümmət, bütün insanlar, müsəlmanlar və kafirlər, hamı bu bəlaya düçar olub, Allahu akbar. Çox asandır. Mücərrəd olaraq, yəni knopkanı basan kimi bütün günahlar gəlir. Çox asandır, Allahu akbar. Səninlə bu knopka arasında maniçilik nədir? Sən Allahdan qorxmağın. Ələm ya'ləm bi'ənə Allaha yara. Telefonu əlinə götürəndə, o knopkanı basmaq istəyəndə, o üzr istəyirəm, naməhrəm qadınlara baxmaq istəyəndə bu ayəni xatırlat. Ələm ya'ləm bi'ənə Allaha yara. Həsən Basri rahimahullahı dağ eləyən alimlərdən idi. Dedilər ki, ey Həsən, ya Əbə Ali rahimahullah, səni bu vəziyyətə sana nə oldu, subhanallah? Nəzir oldu ki, sən bu səviyyə gəldin, satdın. Cavabında nə deyir? Bu ayətlər deyir. Yəni o qədər Allahla təklikdə qalanda Allahdan qorxması onu hansı səviyyələrə gətirib satdı. Sən də subhanallah günah etmək istədikdə xatırla bu ayətləri. Yəstəxfunə minən-nəs. İnsanlardan çəkinirlər, Allahdan çəkinmirlər. Allah subhanət hələ səni görür. İnnallaha kənə aleykum raqibə. Allah sizin üzərinizdə nəzarətçidir. Neçə ayətlər var, subhanallah. Deməli, hər hansı birimiz, Allah bizləri mühafizə etsin, bu vəziyyətə gəlib çatarıqsa, 5 hal var, inşallah ki bunları zikr edəcək, 5 mərhələ. Allahın gücü qüvvəti ilə inşallah ki bunlar nədir? İlac olar bizlər üçün. Birincisi, əl-ilticəu ilallahi ta'ala bid-dua. Allaha sığınmaq, Allaha pənah aparmaq, Allaha dönmək, Allaha qayıtmaq. Dua ilə. Əl-ilticəu ilallah. Allaha dönmək. Dua etməklə. Allahım, ey yerlərin və göylərin sahibi olan Allah. Allahım, halımı səndən başqa heç kim bilmir. Ey Rəbbim, nə gözəl olar ki bunlar səcdələrdə olsun. Qəlblərimiz titrəyib, gözlərimiz yaşarana kimi. Başını qalxızma səcdədən, vallahi. Başını qalxızma səcdədən 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə. Ax, sənin vəziyyətin yaxşı hal deyil. Sən subhanallah tək olanda Allahı unudursan, Allahu akbar. Bu hal təhlükəli hal. Nəsəlullah sələmə. Bu hal təhlükəli hal. Sən bu vəziyyətə gəlib çatmısansa, mütləq ki Allaha dönməlisən. De ki, Allahım, mənə yardım elə. Bu vəziyyətdən nə atam, nə anam, nə zövcəm, nə uşaqlarım heç kim məni qutara bilməyəcək. Ya Rab, mənə yardım et, ya Rab. Səcdədən başını qalxızma. Vallahi, gözlərinə yaş gələnə kimi. Ağla Allah üçün göz yaş axıt ki, ya Rabbi, məni bu haldan qutar, xilas elə. Görsən ki, qəlbin titrəyir həqiqətən, gözlərin yaşarıb, təkbir gətir, ikinci səcdə üçün qalx. Allaha dua elə. Və unutma ki, Allahın vədi var. Və qalə Rabbukum udu'uni əstəcib ləkum. Rəbbiniz dedi ki, mənə dua edin, sizə cavab qaytaracaq. Və idə səələkə ibadi anni fə inni qarib. Qulları mən səndən soruşur, mən onlara yaxınam. Neçə ayətlər var Quranda dua haqqında. İkincisi, barakallahu fikum, mücahədətun nəfs. Nəfslə mücahidə etmək. Sən bilirsən ki, yəni sənin problemin telefonlandır. Gəncsənsə və yaxud ailə sahibisənsə, interneti evdən kəslər, subhanallah. Bu biraz ağır şey, düzdür. Bu zamanda kimə demək olar ki, evində internet işlətmir? Deyəcəklə sən adarsan, subhanallah. Qardaş, bu səni cəhənnəmə sürükləyir, Allah qorusun. Həqiqətən səndə vəziyyət bu haldadırsa, sən telefondan uzaqlaşa bilmirsənsə, işlətmə interneti. O, balaca telefonlar var idi əvvəllər neçə illə bundan öncə. Bunlar çıxmamışdan öncə. Onlardan işlət. Mükaləmə ancaq sən zəng geçsin, gəlsin. Gərək imeni səndə bundan olsun. Nə vaxta kimi? O vaxta kimi özünü düzəldənə kimi. Mücahədətun nəfs. Nəfsinlə mücahid elə, subhanallah. Nəfsinlə mücahid elə. Hər hansı bir yol varsa ki, görürsən ki, bu yol səni aparır o günaha, o yolu tərk elə. Yaxşı olmayan yoldaşlar, salih insanlarla əgər oturub durmursansa, salih deyil sonrasında onları tərk elə. Kim olursa olsun, sənin dinin əziz olmalı sənin özün üçün. Bu illər sən dinini qorumalısan ki, sabahlar sən Allahla qarşılasında utanmamaq üçün, subhanallah. Bunun üçün də Quran-ı Kərimdə Allah subhanət hələ buyurur ki, وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا.
Kim bizim yolumuzda cəhd edərsə, çalışarsa, biz onu doğruya yönəldərik. İstədiyinə yönəldərik. İnsan cəhd eləyərsə, Allah subhanahu wa ta'ala 7 səmanın üzərindən sənin qəlbinə baxır. Baxın, subhanallah, bizlərdən birimiz hər hansı bir məclisə gedəndə, hər hansı bir müdürlə görüşəndə, hər hansı bir qardaşlarla görüşəndə saçlarımıza, saqqallarımıza nəzarət edir, elə deyil mi? Niyə görə sizcə? İnsanların baxdığı yer, düzdür? Qardaş mənə baxır, mən qardaşa baxıram. Allahın baxdığı yer var, subhanahu wa ta'ala, qəlb. Allah subhanahu wa ta'ala görsə ki, Amid, Əhməd, Muhammed, Zeyd həqiqətən sadiqdir Allahla, günahdan əl çəkmək istəyir. Allahın vədi var. وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. Kim cəhd eləyərsə, çalışarsa, biz onu yönəldərik. Vallahi, əgər Allah görsə ki, sən doğrudan da sadiqsən Allahla, Allah sənə yardım edəcək. Amma yoxsa ki, Allah qorusun, sən özün günahlara qapı açırsan. Sevinirsən üstəlikdən. Deyirsən, filan şey nə yaxşı oldu. Özün şərait yaradırsan ki, bu günah olsun, burada heç vaxt sənə kömək gəlməyəcək. Sonra üçüncü, barakallahu fikum, Allahın Resulü sallallahu aleyhi ve sellemin hədisi hansı ki, Söhbən radiyallahu anh rəvayət edir. Hədis olduqca əzəmətli hədis. Söhbən radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, qövmlər gətiriləcək qiyamət günü. Əqvamun, subhanallah. Onların əməlləri yun kimi ələnəcək. Həbəən mənsura. Yun kimi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, onlar da sizin kimi namaz qılacaqlar. Sizin kimi oruç tutacaqlar. Hətta gecə namazlarından payları olacaq. Lakin qiyamət günü onların əməlləri yun kimi ələnəcək, Allah qorusun. Sahabələr radiyallahu anhum həmişə olduğu kimi adətləri üzrə dərhal soruşurlar. Soruşurlar ki, hərisliklərindən, ey Allah Resulü, bizə onlar haqqında xəbər ver, bilməyərəkdən biz də onlardan olarıq. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o kəslər onlardılar ki, Allahla təklikdə qaldıqda Allahın haramlarını tapdalayırlar. Bu hədisi xatırlamaq, bu ilazdır Allahın izni ilə. Bu ilazdır ki, Allah qorusun, qiyamət günü nə qədər əziyyət çəkir. Baxın, bizlərdən hər hansı birimiz səhərdən axşama kimi az da olsa ibadətlər sahibi, elə deyil mi? Allah bizdən çox qəbul etsin, əmin. Allah kərimdir, subhanahu teala, ikram edəndir qullarına qarşı. Ən azından sübh namazına qalxmaq, zikirlər etmək, duha namazı qılmaq, zöhr namazını cəmaatla qılmaq, sünnətlər və s. Bu ibadətlər yığılır da illərlə. Kimlərsə ümrə edir, kimlərsə elm tələb edir, kimlərsə Quran əzbərir və s. Siz düşünün ki, Allah qorusun. Bax, günahla təkbətək qaldıqda, bu telefonlarla təkbətək qaldıqda nədir? Düşünmək ki, qiyamət günü bütün bu əməllərim yun kimi ələnəcək, Allah qorusun. Vallahi bu kömək edəcək, inşallah. Nesə oldu? Birinci nə idi? Birinci Allaha dua etmək. İkincisi nəfsinə mücahidə etmək. Üçüncüsü bu hədisi xatırlamaq. Söhbənin radiyallahu anh'unun hədisi. Sonra dördüncüsü, barakallahu fikum, Allahın muraqabasını, Allahın görməsini. Həmişə fikirləş ki, yol gedəndə, yadıma gəlir bizim müəllimlərdən biri var idi, cəzahullah xeyran. Allah onun ömrünə bərəkət versin, xeyirlə mükafatlandırsın. Həmişə tələbələrə belə deyirdi. Deyirdi, bax, evindən çıxmısan, dərsə gəlirsən. Evindən sumkanı yığandan ixlas məsələlərində gətirirdi, bizim də məsələyə münasibdir. Sumkanı yığandan hansı ki, dəftər qoyacaqsan, kitab qoyacaqsan, pozan qoyacaqsan, qələm qoyacaqsan, sual ver ki, bunlar niyə görə edirsin? Və Allahın səni görməsinə həmişə fikirləş. Yolla gedəndə fikirləş. Məktəbə gəlib çatmamışdan qabaq fikirləş. Ki, Rəbbim məni görür. Rəbbim məni görür, nə deməkdir bu? İnsanı ixlaslı olmağa aparır. Biz də eyni ilə, barakallahu fikum, hər hansı bir günah olanda, hər hansı bir günah etmək istəyəndə fikirləşməli ki, Allah bizi görür. Bu məsələ o qədər ciddi məsələlərdəndir ki, vallahi ki, hətta Allah yolunda sədəqə verilsin. Bayaq dediyim kimi Allaha dua olunsun. Gecələr, gündüzlər, Allah bizlərə nəsib etsin, gecə namazları falanlardan etsin. Gecələr qalxmaq lazım, bunun üçün. Sırf bu məsələ üçün. Qalxıb başqa heç nə istəmə Allahdan. Sırf bu məsələ üçün. Çünki nəyə görə? Sən, subhanallah, elə bir məsələni istəyirsən ki, Allahdan, diqqətli olun bura, barakallahu fikum. Bu məsələ səndə hasıl olsa, bundan sonra bütün işlərin Allahın izinə nəzür deyərlər. Elə yüngül olacaq ki, sən işlərində elə yüngüllüklər görəcəksən ki, Allahu akbar. Daşın üzərinə geçsən, daş sənin üçün əriyəcək. Bilirsin niyə görə? Cəbrail aleyhissalam Muhammedin sallallahu aleyhi ve sellem yanına gələndə suallar verir. İslam haqqında, iman haqqında.
ehsan haqqında nə deyir? Deyir ki, məl ehsan. Cəbrail aleyhissalam soruşur Muhammeddən sallallahu aleyhi ve sellem. Deyir ki, ehsan nədir? Deyir ki, ən ta'budallaha kənnəkə tarahu fə illəm təkun tarahu fə innəhu yarak. Subhanallah. Deyir ki, Allaha elə ibadət et ki, onu görmüş kimi. Bunu bacarmasan, bu anlam deyil bu dünyada. Bil ki, Allah səni görür. Sən bax, bu məsələ üçün gecələr qalxırsan. Sən kiçik bir, bəsit bir məsələ üçün qalxmırsan Allah üçün. Bu məsələ üçün sən gecə qalxırsan, Allaha dua edirsən. Səcdələrdə göz yaşı axıdırsan ki, Allahım, mənə ehsan sifəti nəsib elə. Subhanallah. Ən təbudallaha kənnəkə tarahu. Allaha elə ibadət et ki, onu görmüş ki. Bunu bacarmasa bil ki, o səni görür. Bundan sonra səndə bu vəziyyət alınsa, subhanallah, dənizin içinə girəcəksən, dənizin içini yarıb gedəcəksən. Batmayacaqsan suda, narahat olma. Bunu mən özümdən demirəm. Bunu peyğəmbərlər buzun eləyiblər, salihlər buzun eləyiblər. Gəlib elə vəziyyətə satıblar ki, subhanallah. Bizə bu günləri onlar ayətlərdə, hədislərdə gəlməsəydi, xəyal kimi gələrdi. Çünki biz heç vaxt görməmişik bunlar, elə deyilmi? Heç həyatımızda heç vaxt elə insanla rastlaşmamış. Musa aleyhisselam qovmuna nə deyir? Dənizdə satıblar, subhanallah. Qovmu deyir ki, ey Musa deyir, batacaq deyir burada. Deyir, gəlin deyir, narahat olun. Allah bizimlədir. Subhanallah. Bu Musa da aleyhisselam nəyin arxayınçılığı idi? İhsanın qəlbində olan Allaha təvəkkül, Allah olan məhəbbətin, Allah olan tazimin. O bilirdi ki, Rəbbi onu subhanahu teala tək buraxmayacaq. Sizcə günahla o sözü demək olar mı? Biz heç yolumuzu gedə bilmirik günahla. Nəinki dənizdə gəzməyə, Allah mərhəmət eləsin. Sonra barakallahu fikum, çox uzun eləməyək. 5-ci təzkirul məvd. İnsanın ölümü xatırlaması. Bu ən önəmlisidir. Ən önəmlisi. Fikirləşin, subhanallah, bizlərdən hər hansı birimiz günah eləyəndə ölüm mələyi gəlir. Allah qorusun, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, kim deyir, nə cür yaşarsa o cürünə ölər, kim nə cürünə ölərsə o cürünə də həşr olur. İnsan günah edərkən, günah üzərində ona ölüm mələyinin gəlməsi nə pis bir haldır, Allah qorusun. Nə pis bir haldır. İnsan düşünsün ki, bax bu günah eləyəndə kimsə bilir ki, nə zaman öləcək? Yəni, kimisə əlində bir yazılı kağız var mı? Heç kim bilmir, subhanallah. Amma hamımız bilirik ki, öləcəyik. Hamımız buna iman etmişik. Hamımız buna etiqad edir, elə deyil mi? Hamımız bilirik, öləcəyik. Lakin, subhanallah, düşün ki, Allah qorusun, hər hansı bir fuhuş əməlin üzərində sənə ölüm gəlir. O ölüm gəldikdə də bir saat belə nə geriyə, nə də önə çəkilmir. Allahın əcəli, o yazdığı əcəl gəldi satsa, bitdi artıq. Sən təsəvvür elə bu günah üzərində ölmürsən. Allah qorusun. Allah mərhəmət eləsin. Sonda barakallahu fikum, bunları bildikdən sonra və bilmək lazımdır ki, bizim mərhəmətli, rəhimli, kərim olan Rəbbimiz var, subhanahu teala. Allah subhanahu teala buyurur ki, وَالَّذ۪ينَ اِذَا فَعَلُوا فَاحِشَةً اَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللّٰهِ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللّٰهِ وَلَمْ يُسِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ. Əl-İmran surəsində keçir bu ayə. Allah subhanahu teala buyurur ki, o kəslər ki, özlərinə zülüm edərlər və yaxud hər hansı bir fuhuş görərlərsə, bundan sonra Allahı xatırlayıb, günahlarına görə Allahdan bağışlama diləyərlər. Allahdan başqa günahları kim bağışlayır? Allah deyir subhanahu teala. Allahdan başqa günahları kim bağışlayır? Lakin bir şərtlə. وَلَمْ يُسِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ. Bildikləri halda o günahlar üzərində ısrar olmasınlar. İsrar etməsinlər. İnsan, orada fikir verin, zülüm kəlməsi keçdi. Bildiyiniz kimi zülüm üç qismə bölünür. İnsanın Allaha etdiyi zülüm şirkdir. Necə ki Allah subhanahu teala buyurur ki, Salih Lokmanın dili ilə oğluna nəsiyyət edərkən buyurur ki, Ya buneyyə, la tuşrik billah, innə şirkə la zulumun azim. Ey oğulcuğum, Allaha şərik qoşma. Həqiqətən şirk ən böyük zülüm. İnsan şirk qoşanda Allaha zülm edir. Allah bizi şirkdən qorusun. İkinci növü zülmün insanların bir-birinə etdiyi zülüm. Allah qorusun. Üçüncü qismi, üçüncü növü insanın günah etməsi. İnsan günah edəndə özünə zülm edir. Subhanallah. وَالَّذ۪ينَ فَعَلُوا فَاهِشَةً اَوْ ظَلَمُوا أَنْفُسَهُمْ. Allah deyir subhanahu teala. O kəslər ki, bir fuhuş görərlərsə və yaxud nəfslərinə zülm edərlərsə, yəni günah edərlərsə, o zaman neynəsinlər? Allah'a xatırlasın.
Allah'ı xatırlasın, Allah'tan bağışlama diləsin. Uca Allah'tan dilərəm ki, Allah subhanahu teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Yine Allah'tan dilərəm ki, Allah subhanahu teala bizi hem aşkarda hem de gizlidə Allah'tan qorxanlardan etsin. Subhanakallahumma bihamdik, eşhedü en la ilahe illa ente, estağfiruka ve etûbü ileyk.